Xoş gördük sizlər dostlar, hər vaxtınız xeyirli olsun. Bugünkü videomuzda Azərbaycan dilində səs klonlaması olacaq. Belə deyək də çox araşdırdım, çox axtardım, o qədər pullar tökdüm bu süni intellekt saytlarına. Axır bir dənə sayt tapmışam, o da ki Azərbaycan dilində belə deyək də bir 97%, 95%, bəzi hallarda promotları gözəl bir şəkildə verəndə qalxır da 98-99%-ə qədər qalxır məncə. İndi daha yaxşısını siz bilərsiniz. Çünki mən burada elədiklərimi sizə göstərəcəm, onları necə eləmişik, onları da göstərəcəm sizə. Yəqin ki, Azərbaycanda bu saytdan başqa Azərbaycan dilində səs klonlama ikinci bir sayt, bilmirəm gələcəkdə olar yoxsa yox. Amma hal-hazırda budur bizim saytımız. İnşallah inanıram ki, sizin də xoşunuza gələcək. Bu günləri bu videomuz da bizim birinci videomuz olacaq kanalımızda. Odur ki, sizlərdən bir dənə xahişim olacaq ki, abunə olmayanlar abunə olsunlar və zil butonunu da açın dostlarım. Ən əsasda ChatGPT ilə bizim işimiz çox olacaq. Çünki bütün süni intellektlərin açarı demək olar ki, ChatGPT-dir. İnşallah onlarla da çox işlər görmüşəm, çox videolar çəkmişəm, fantastik bir videolar çəkmişəm. Çünki süni intellektlə olan videoları mən çox baxıram. Demək olar ki, onlarda ChatGPT haqqında və ChatGPT-nin gördüyü işlər, demək olar işləri də demək olar ki, yaxşı açıq-aydın vermirlər. O yüzden inşallah istəyəcəm ki, ChatGPT haqqında da daha çox videolar yerləşdirək. Allah sizlərdən razı olsun dostlarım. Dəstək olun. İnşallah keçək videomuza. Bir də üzürlü sayın, birinci videomdur və birinci çıxışımdır. Biraz çətinliyim olacaq, dilim dolaşır. Üzürlü sayın. Keçək dostlar, keçək videomuza. Bəli dostlar, deməli biz keçid aldıq saytımıza. Bizim bu saytımız Heygendir. Demək olar ki, bütün süni intellekt saytlarının içində ən gözəli, Azərbaycan dilində ən gözəli budur. Amma bunu belə deyək də, ancaq səs klonlaması üçün bu keyfiyyətli bir şeydir. Qalan şeylərdə mənim heç bir şeyindən xoşum gəlmədi açığı. Yəni bunlar nə bilim belə bir şeylərdir. Bunlar mənə elə gəlir ki, lazımlı bir şeylər deyil. Mən öz aləmimdə, çünki mənim gördüyüm işləri bu inanmıram görsün. Bunlar mənə gördüyüm işlərdə lazımsız bir şeylərdir. Ehtiyacım yoxdur buna. Dediyim kimi, ancaq Azərbaycan dilində yaxşı səs klonlaması üçün bundan başqasını tapa bilmədim açığı. Deməli dostlar, burada belə bir şey var səs klonlaması üçün. Bunun daxili yaddaşında da məsəl üçün cürbəcür səslər var. Məsəl üçün burada Azərbaycan dilini seçmək olur və burada kişidir, qadındır, onların hamısını seçmək olur və hansı tərzdədir, onları da seçmək olur. Bir də sizin öz məsəl üçün hansı səsdən xoşunuz gəlir, ya qadın səsindən, ya kişi səsindən istəyirsiniz ki, məsəl üçün bu xanımın səsi, ya bu kişinin səsi gəlsin. Satdığınız mallardan, ya deyim, ya məsəl üçün hansısa bir sözləri desin. Mən TikTok səhifəsi var idi. Bir video çıxmışdı qarşıma. Bir xanım danışırdı. Həqiqətən də satış üçün o xanımın səsi çox belə mükəmməl idi. Xoşum gəldi. Nəsə köçürtdüm onu. Dedim ki, bu xanımın səsi ilə yoxlayım, görüm klonlama necə olur. Belə deyə də 95% oxşatdı, amma işimi aşırda bilər. O da buralarda olmalıdır. Mən səhv eləmirəmsə, qoy onu bir tapım. Bu videosunu düzəltmişəm. Bu videosunu Salam, mən real insan deyiləm. Süni intellekt texnologiyası ilə Zamiq bəy tərəfindən yaradılmışam. İndi məhsulunuzu diqqət çəkici və inandırıcı video reklamlarla tanıtmaq çox asandır. Sadəcə məhsulunuzu və istəklərinizi Zamiq bəyə göndərin. O sizin üçün yüksək keyfiyyətli, fərdi video çarxlar hazırlayacaq. Əgər bu obraz sizə uyğun deyilsə, başqa qadın və ya kişi simaları da seçmək mümkündür. Əlaqə üçün sadəcə Zamiq bəy ilə əlaqə saxlayın. Bəli dostlar, mənə elə gəlir ki, mükəmməl bir səsdir bu.
Deməli dostlar, nə edirik? Keçirik əsas məsələyə. Burada heç nə qurtdalamırıq. Burada Azərbaycan dilində seçib özünüz bir-bir məsəl üçün səslərə baxa bilərsiniz. Qadını, kişisini, nə bilim nəyini seçib məsəl üçün baxa bilərsiniz. Bir-bir burada qəşəng səslər var. Düzdür, burada deyir, amma effekt o effekt deyil. Bu məsəl üçün Salam. Budur, mən necə səslənirəm. Ümid edirəm ki, bəyənəcəksiniz. Düzgün səs avatar videolarını həyata gətirir. bəli dostlar, bax görürsüz necə mükəmməl, qəşəng, axıcılıq var səsdə, ləzzət eləyir. Amma istədiyin promptu yazıb buna göndərəndə deyirsən ki, məsəl üçün mən istəyirəm ki, bu xanımın səsi ilə olsun. O effekti daha doğrusu o qədər də verə bilmir. Çünki mən burada bəlkə də 30 dənədən çox səs şeylədim, cürbəcür insanların səsi ilə deyirdim, bundan yaxşı olacaq, ondan yaxşı olacaq. Amma olmadı, təəssüflər olsun ki, mənim öz yüklədiyim səs ki var idi, ondan bir arıza 95% oldu. Belə deyək də, işimi aşırda bilər. Həqiqətən də videodakı gördünüz necə qəşəng səs çıxmışdı. Deməli dostlar, biz burada bu yazıb ki, video yarat. Bizə video lazım deyil. Çünki bizim videomuz tamamilə başqa bir video olacaq. Sadəcə olaraq biz burada Azərbaycan dilindəki səsi yaratmaq lazımdır. O səsi götürmək lazımdır. Sonradan o birisi videoya atıb montaj eləmək olar. Və burada Heygendə bir dənə də belə bir şey var. Onun üstündə işləməmişəm. İnşallah gələcəkdə gələn videolarda da onu eləyəcək. Yəni dodaq şeyi ilə də, tərpənməsi ilə, zadı ilə sadəcə olaraq sanki elə bil ki, bu özü danışır. Onun da videosunu çəkəcəyik inşallah. Bizə lazımdır hal-hazırda səs. Və səsi nə etmək lazımdır? Mənim bu dəqiqə OBS-im zaps eləyir. Həm mənim özümü zaps eləyir. Həm də ki, burada nələr görəcəyik ona görə. OBS-in zaps elədiyi ki, səs şey var. Onu mən çevirəcəm, MP4-ü çevirəcəm MP3-ə. Deməli dostlar, ChatGPT-dən götürdüyüm sözləri atdım bura. Deməli burada Anniyə danışacaq bu yazdığım səslərə uyğun. Baxaq görə bizim üçün nə göstərir bu. Əgər xoşumuza gəlməsə və öz seçdiyimiz səsi atıb onunla da klonlayacağıq, görək nə effekt verir. Buradan vurursunuz. Bir neçə saniyə deyim, bir neçə dəqiqə deyim. Salam, mən əslində real insan deyiləm. Zamik bəy tərəfindən süni intellekt texnologiyası ilə yaradılmışam. Gördünüz ki, əməlli başlı burada qatıqladı dostlar. Bəli dostlar, deməli burada gəlirsiniz. Deməli dostlar, bura gəldiniz. Burada bu həmin Anniyə danışır. My voice var, yəni sən öz yüklədiyin. Bir də Heygenin təzədən burada saytın içində verdiyi şeylər ki var. Azərbaycan dilini qoyursunuz burada. Məsəl üçün, burada kişiləri seçirsiniz, ya qadınları seçirsiniz. Və burada bir-bir başlayırsınız, qulaq asın. Salam. Budur, mən necə... Görürsünüz, bu da effekt vermir. Çünki... Salam. Budur, mən necə səslən... Burada bir xanım var. Salam. Mən o xanımı axtarıram, tapa bilmirəm. Çox mükəmməl bir... Salam. Çox mükəmməl bir səsi var idi, onu tapa bilmirəm. Nəsə, dostlar, deməli mən onları tapa bilmədim. Bunları özünüz bir-bir də baxa bilərsiniz. Deməli, biz buradan nə edirik? Biz buradan qaydırıq təzədən bura. Onun üstündən vurduğuz, bu gəlib düşdü bura, düzdürmü? Və ondan sonra biz nə edirik? Biz buradan gəlirik bura. Bəli, mən deyirəm axı, niyə? Bəli, buradan Azərbaycan dilini seçdik. Və ondan sonra bir dənə buna vuraq, görək bundan effekt verəcək. Saniyələr içində düzüb qoşur. Salam. Mən əslində real insan deyiləm. Zamik bəy tərəfindən süni intellekt texnologiyası ilə yaradılmışam. Sizin üçün müxtəlif məhsulları təqdim edən reklam videoları hazırlaya bilərik. Sadəcə olaraq məhsulunuzu Zamik bəyə göndərirsiniz və o sizin üçün istənilən tərzdə video yaradır. Fantastik. Vallahi fantastik, mükəmməl. Allah hamd olsun deyirəm. Yəni Azərbaycanlılar belə deyə Azərbaycanda gedib başqa
axtarmayın, çünki ən gözəli Heygendir. Amma burada deyim ki, videolar, zatlar, nə bilim nələr, özü bahadır, 29 dollar ödəmişəm. O da bilmirəm, burada mənə aylıq verib, yoxsa mənə jeton deyim, nə deyim, axtarım tapa bilmirəm. Açığın sizə deyim ki, bilmirəm burada aylıqdır, yoxsa belə deyək də, mənə jetondur, nə bilim, kartdır, nədir, yoxsa söz sayıdır, limitdir, bilmirəm ki, valla. Bir də dostlar, üzürlü sayın, arada bir obrisi kameraya baxıram, çəkirəm, çünki həmişə obrisi kamera ilə yayın vermişəm. İndi keçirtmişəm bu birisinə, üzürlü sayın, düz baxmaqdan sola baxıram, deyəcəksiniz ki, bu niyə tərsinəsindən baxır. Nəsə dostlar, mənə elə gəlir ki, mükəmməl bir şeydir bu. Deməli, dostlar, burada başqa nə qaldı? Məsəl üçün, deməli, dostlar, burada bunlar bilmirəm nə olan şeylərdir. Bəlkə də gözəl saytdır ya. Amma bilmirəm, bunlar da inşallah yəqin ki, gələcəkdə baxarıq Allahın köməkliyi nə var, nə yox. Yeni bir şeylər olsa çıxarsaq ortalığa. Çünki o qədər süni intellekt saytları ilə işləyirəm ki, dostlarım. Baş qarışıb bilmirəm ki, hardan hara gedim. Amma yenə də dediyim kimi, bunların ən gözəli səs klonlamasında bu saytdan başqa sayt yoxdur. Mükəmməl bir saytdır. Özünüz də istədiniz hansısa bir səsi internetdən baxın, götürün, yükləyin. Ondan sonra da öz işlərinizi görün. Deməli, dostlar, burada nədir? Deməli, gəldik dostlar bura. Bunu mən öz istədiyim səsi bura necə yükləmişəm. Və burada ne voice var. Burada özünüz də görürsünüz ki, yükləmə var. Tamam, yükləməyə vurdunuz. Üstündən bir dənə məsəl üçün quşu vurdunuz. Upload vurdunuz. Gəldiniz bura. Və keçdiniz məsəl üçün burada hər hansısa bir səsi vurursunuz üstündən. O ki, gəlib düşəcək bunun böyrünə. Bir dənə də üstündə ad yazırsınız. Mən ad yazmamışam. Çünki WhatsApp-da atıblar bunu mənə. Deyiblər ki, bu səs yaxşı səsdir. Mən də girib oradan yükləmişəm. Atmışam bura. Həqiqətən çox gözəl səsdir. Belə dostlar, bizim birinci videomuzdur. İnşallah inanıram ki, dəstək olacaqsınız. Allah sizlərdən razı olsun. Abunə olun dostlar. Çünki bu kanalım əvvəl PUBG kanal olub. Və orada mən güclü müəllif hüquqlarımı pozduğuma görə mənim kanalımın 4000 saatı da düşüb sıfıra və abunələrim də məsələn azalıb. Demək olar ki, bir illə yaxındır ki, mən bu kanalı silmişdim. Yerdi, bilə, heç nə yox idi. Düzdür, ancaq videoları, zatları silmişdim. Hər bir şeyini silmişdim. Bizim birinci videomuzda bismillah eləmişik, başlamışıq. İnşallah inanıram ki, siz də dəstək olacaqsınız. Paylaşın, nə bilim, neyiniz eləyin də, bir dənə bir dəstək olun mənə ki, kanal təzədən özünə qayıtsın. İnşallah növbəti videolarda görüşəcəyik və zil butonunu da açmağı da unutmayın dostlar. Ən əsası abunə olandan sonra zil butonunu açın ki, bildiriş gəlsin sizə. Allah sizlərdən razı olsun dostlarım, var olun, çox sağ olun, görüşərik inşallah.